Salam, hər vaxtınız xeyir olsun əziz yoldaşlar. Bildiyiniz kimi bu günlərim 22 iyun dövlət pulu imtahanı keçirildi. B kateqoriyası imtahanımız keçirildi təbii ki. Saat 11-də və saat 4-də oldu imtahanlar. Və saat 4-də, yəni 16:00-da olan imtahanda düşmüş qanunverici suallardan birini izahını sizə vermək istəyirəm. Baxın yoldaşlar, belə bir sual düşmüşdü konstitusiyamızdan, qanunvericiliyə, yəni fənnindən konstitusiyaya belə bir sual düşmüşdü. Yazmış ki, konstitusiya əsasən yaşama hüququ nə zaman məhdudlaşdırıla bilməz. Aha, bildiyiniz kimi konstitusiyamızın 27-ci maddəsinə əsasən, yaşama hüququna əsasən, yəni burada göstərilir ki, yaşama hüququ 3 halda məhdudlaşdırıla bilər. Hansı halları? Dövlətə silahlı basqı zamanı düşmən əsgərlərin öldürülməsidir. Ondan sonra məhkəmənin qanuna qüvvəyə mürüşünə əsasən ölüm cəzasını tətbiq edir. Bir də qanun hər hansı hal müəyyən edərsə, bu zaman belə deyək də yaşama hüququ məhdudlaşdırıla bilər. Amma normalda hər bir şəxsin yaşama hüququ toxunulmazdır təbii ki. Baxın, A bəndində bəli, basqın zamanı düşmən əsgərinin öldürülməsi A düzdür. B bəndi ölüm cəzasından bəhs edir, bəli, bu zamanda məhdudlaşdırıla bilər. C bəndi qanun nəzərdə tutulmuş digər hallarda, bəli, bu da təbii ki, bayaq dediyim kimi mümkündür. D bəndində isə həbsdə onun həbs yerindən qaçmasının qarşısının alınması zamanı deyilən bir hal var. Bu məhdudlaşdırma deyil, bu biz hansıdır? Düzdür, yaşama hüququnda yazılıb bu. Bu sadəcə odur ki, insana qarşı silah işlədilməsi halıdır. Yəni, həbsdə onun həbs yerindən qaçmasının qarşısının alınması zamanı insana qarşı silah işlədilmə halına yol verilir. Yəni, bu o haldır. Aydın oldu mu? Yəqin ki, hər kəsə. Belə, burada cavab nə? Təbii ki, cavab D bəndi yoldaşlar.